Bugünkü dərsimiz informasiyanın xassələridir. İnformasiyanın başqa xassələri olsa da, bugün biz 5 əsas xassəni öyrənəcəyik. Obyektivlik, etibarlılıq, anlaşıqlıq yaxud anlaşılanlıq, aktuallıq və tamlıq. Biz bu xassələri ona görə öyrənirik ki, bizim düzgün qərar qəbul etməyimiz üçün vacibdir. Birinci, baxaq obyektivlik xassəsinə. Obyektiv informasiya elə bir məlumatdır ki, başqasının fikrindən asılı deyil. Yəni, kiminsə fikrindən asılı olan məlumat subyektiv məlumat olar. Baxaq misala, bizim bölgədə olan dağlar ən hündür dağlardır deyə düşünən bir şəxs öz fikrini söylədiyi üçün həmin fikir subyektiv olur. Düzdür, informasiyanın subyektivlik adında bir xassəsi yoxdur. Sadəcə həmin yanaşmaya biz subyektiv yanaşma deyirik. Obyektiv məlumat ölçülə bilən məlumatdır. Məsələn, yer kürəsində, dəniz səviyyəsində ən yüksək zirvə olan Everestin hündürlüyü 8848 metr təşkil edir. Ölçmə vasitəsilə təsdiqləndiyi üçün bu məlumat obyektiv məlumat olur. Yəni, informasiyanın obyektivlik xassəsini ödəyir. Keçək etibarlılıq xassəsinə. Müxtəlif mənbələrdən eyni obyekt haqqında alınan məlumatlar üst-üstə düşərsə, onda onu etibarlı hesab edə bilərik. Misalda da verildiyi kimi, iddia olunsa ki, dolma Azərbaycan mətbəxinin yeməyidir. Bunu yoxlamaq üçün UNESCO-nun qərarına fikir verək. UNESCO 2017-ci ilin dekabrında onun qeyri-maddi mədəni irs kimi qəbul edilməsi barədə qərar qəbul edib. Nəticədə biz rəsmi mənbədən yoxladığımız üçün bu məlumatı etibarlı hesab edirik. Tamlıq xassəsi. İnformasiya obyektin vəziyyəti haqqında düzgün qərar qəbul etməyimiz üçün yetərlidirsə, kifayət qədərdirsə, onda onu tam hesab etmək olar. Aktuallıq xassəsi. Cari zamana və məkana uyğun olan informasiya aktual hesab olunur. Məsələn, belə bir xəbər yayılsa ki, qaçış marafonu səbəbilə Heydər Əliyev prospekti bağlı olacaq. Bu məlumat həmin yoldan istifadə edə bilən şəxs, istifadə etməyi planlaşdıran bir şəxs üçün aktualdır. Həmin gün o əraziyə getməyi planlaşdırmayan bir şəxs üçün aktual deyil, əhəmiyyətsiz bir məlumatdır. Anlaşıqlıq xassəsi. Anlaşıqlıq başa düşülənlikdir. Əgər məlumatı biz başa düşə biliriksə, o adlanır anlaşıqlıq. Məsələn, musiqi notları verilib. Bunun musiqi savadı olmayan bir şəxs üçün buradakı məlumatlar anlaşıqsızdır. Amma başa düşən üçün, musiqi savadı olan bir şəxs üçün buradakı məlumatlar mənalıdır və anlaşıqlıdır.